Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi. Bugünkü dərsimizdə sizlər üçün Slaviyalıların hücumu haqqında məlumat verəcəm. Dərsimizə başlayaq. İlk öncə demək istəyirəm ki, bu Slaviyalılar kimlərdir? Slaviyalılar, əziz izləyicilərimiz, Ruslardır. Yəni, Kiyev knyazlığının hərbi dəstəsinin üzvlərini, yəni Drujinasının üzvlərini Ruslar adlandırırdılar, Slaviyalılar adlandırırdılar. Yəni, Rus xalqının nümayəndələri qədim dövrdəki Slaviyalılar idilər. Və bu Slaviyalılar Azərbaycandan şimalda yaşayaraq, onlar hələ ərəb ağalığı dönəmində 7-9-cu əsrlər dövründə Don, İdil, Xəzər, yəni İdil çayı Volqa çayının əvvəlki adı idi ki, Don, Volqa, Xəzər su yolu vasitəsilə gəlib Azərbaycandan keçirdilər və ərəb dövlətlərinin ərazisinə gedib ticarət əlaqəsi saxlayırdılar. Lakin daha sonra məhz bu su yolu vasitəsilə Slaviyalılar 9-cu əsrin sonlarından başlayan qarətçilik yürüşlərinə start vermiş oldular. 9-cu əsrin sonlarında artıq qarətçilik yürüşləri başlayır. Onlar bu yol vasitəsilə 10-cu əsr dönəmində öz yürüşlərini daha intensiv bir xarakter halına gətirdilər. Daha tez-tez yürüşlər baş verdi. Bu yol vasitəsilə onlar Azərbaycana yürüş edərək həm Xəzər dənizi sahillərində, həm də digər ərazilərdə böyük qətllər və qarətlər törətdilər. Deməli, 9-cu əsrin sonuna başlayan qarətçilik 10-cu əsrin dönəmində daha da artır. Onlar Volqa, Xəzər, Don çayı vasitəsilə, bu su yolu vasitəsilə irəliləyirdilər. 10-cu əsr dönəmində ilk yürüşləri 909-cu ildə baş verdi. 909-cu ildə gələn Slaviyalılar Xəzərin cənubunda və Abaskun adasında böyük qarətlər və qətllər törətdilər. Lakin 909-cu ildə onlar yerli əhali tərəfindən məğlub edilərək geri qayıtdılar. 909-da yerli əhali Slaviyalıları məğlubiyyətə uğratdı. Onlar burada Abaskun adasında və Xəzərin cənubunda qətl və qarətlər törətmişdilər. Ardınca bir il sonra yenə gəldilər 910-cu ildə. Bu dəfə onlar Xəzərin cənub-qərb sahillərində qətl və qarətlər, eyni zamanda Sarı adasında qətl və qarətlər törətdilər. Ardınca Slaviyalılar Gilan istiqamətində, yəni deyilən Gilan ərazisi istiqamətində irəlilədilər. Geri qayıdan zaman isə burada Gilan hakimi tərəfindən məğlub edilirlər və şimala doğru geri qayıdırlar. Geri qayıdan zaman Şirvanşahlar dövlətinin ordusu tərəfindən məğlubiyyətə uğradılırlar və öz ölkələrinə geri qayıdırlar. Daha sonra 914-cü ildə daha böyük qüvvə ilə gəldilər. Belə ki, hər birində 100 döyüşçü olan 500 gəmi ilə yürüş eləmişdilər. Onlar bura Xəzər dənizindən keçib gəlmək üçün Xəzər xaqanlığından icazə almışdılar və ələ keçəcəkləri qənimətlərin yarısını da Xəzər xaqanına verməli idilər. Onlar 914-də gələn zaman Xəzər sahillərində və əsasən də Abşeron yarımadasında insanlara zülm verdilər, qətllər və qarətlər törətdilər. Geri qayıdan zaman ələ keçirdikləri qənimətlərin və əsirlərin yarısını söz verdikləri kimi Xəzər xaqanına verdilər. Lakin Xəzər xaqanı ələ keçirilən əsirlərin müsəlman türkləri olduğunu anlayanda, biləndə özləri başladılar Slaviyalılara qarşı döyüş aparmağa və döyüş zamanı bu Xəzər xaqanına gəldi, kömək elədi. Bulqarlar, Burtaslar, Xarəzm türkləri adlanan bu 3 dənə türk xalqının nümayəndəsi Xəzər xaqanına kömək edib Slaviyalıları məğlubiyyətə uğratdılar və ələ keçirilmiş əsirləri, qəniməti geri qaytarmağa nail oldular. Ardınca 30 illik bir dönəmdən sonra Slaviyalıların növbəti yürüşü baş verdi. Onlar 944-cü ildə bura gələn zaman Bərdə faciəsini törətdilər. Bərdə ərazisi üzərinə yürüş etdilər və burada onların iki əsas məqsədi var idi. Birinci növbədə Bərdəni qarət eləmək istəyirdilər. İkinci növbədə isə burada Azərbaycanda həmşərik möhkəmlənmək istəyirdilər. Və Bərdə niyə məhz Bərdə seçilmişdi? Çünki Bərdə hələ biz əvvəlki dövrdən də bilirik ki, ərəb ağalığı dövründə Qafqaz Əmirliyinin mərkəzi seçilmişdi. Bərdə şərq ilə qərb arasında, daha doğrusu şimalla cənub arasında ticarətdə vasitəçi rol oynayırdı Bərdə şəhəri. Eyni zamanda Bərdə öz əlverişli coğrafi mövqeyinə görə çox yaxşı bir ərazidə yerləşirdi. Ticarət yolları onun ərazisindən keçirdi və bu cür iqtisadi və siyasi cəhətdən inkişaf etmiş ərazini işğal etmək istəyirdilər. 944-cü ilə gələn zaman onlar Xəzər dənizindən gəldilər və
Daha sonra Kür çayının boyunca ilerləməyə başladılar. Kür çayının mənsəbinə gəlib çatanda Bərdənin yaxınlığındakı Mübarəki adlı bir kəndin yaxınlığına gəlib çatdılar. Həmin dövrdə burada görürsünüz ki, Arranın anası sözünü qeyd etmişəm dırnaq arasında. Bərdə şəhərini bu cür inkişaf etməsinə görə Arranın anası adlandırırdılar və Mübarəki kəndinə gəlib çatan Slavyanlar başladılar Bərdədə qətillər və qarətlər törətməyə, insanları qılıncdan keçirdilər. İnsanların bir çox qismi öldürüldü və yerdə qalanlara söylədilər ki, Bərdə şəhərini tərk etsinlər. Bəziləri tərk etdi, lakin bəziləri şəhərdə qaldı. Şəhərdə qalanları məscidə toplayaraq Slavyanlar onlardan hər birindən adam başına 20 dirhəm pul tələb etdilər. Pulu verə bilənlərin canı qurtuldu, verə bilməyənlər isə deməli artıq yenidən ölümə məhkum edilmiş oldu. Bir il ərzində onlar burada qaldılar, Bərdə şəhərini viran gününə qoydular və Bərdə şəhərindəki məşhur Kürki adlanan bazar məhv edilmiş oldu. O dövrün ən böyük, ən geniş bazarı hesab olunurdu. Və bu Bərdədə belə bir yürüşlərin baş verdiyi bir anda həmin dövrdə Bərdə ərazisi Salarilər dövlətinin tərkibində idi ki, Salarilərin hökmdarı Mərzban ibn Məhəmməd gəldi bura 30 minlik qoşunla kömək eləməyə, Bərdəni Slavyanların yürüşündən qurtarmağa. Lakin o bura gələn zaman Mərzban ibn Məhəmmədə xəbər gəlib çatdı ki, Azərbaycanın cənub torpaqlarına Mosul hakimi tərəfindən yürüş baş verib. Mosul hakimi Xoy və Salmas şəhərləri istiqamətində irəliləyir və Mərzban ibn Məhəmməd düşündü ki, Xoy və Salması ələ keçirən Mosul hakimi daha sonra Ərdəbili ələ keçirə bilərdi. Ərdəbilin ələ keçirilməsi artıq paytaxtın işğal olması deməkdir ki, dövlətin süqutu deməkdir. Buna görə Mərzban ibn Məhəmməd Bərdəni burada başsız qoyub istiqamət aldı Azərbaycanın cənub istiqamətində Mosul hakimi ilə mübarizə aparmağa doğru getdi. Bərdədə yerli əhali yalnız müqavimət göstərə bildiyi qədər müqavimət göstərdi, amma təbii ki, nə qədər müqavimət göstərə bilərdilər ki, bir il ərzində burada qaldılar. 945-ci ildə artıq Slavyanlar əhalinin müqavimətini görüb və eyni zamanda Slavyan ordusunda taun adlı bir xəstəliyin yayılması səbəbindən ölkəni, yəni Bərdəni tərk etdilər və 945-ci ildə öz ölkələrinə geri qayıtdılar. Və deyəcəyik ki, burada artıq Bərdə şəhəri tənəzzülə uğrayır, Bərdə şəhəri öz əvvəlki əhəmiyyətini itirir, artıq bir daha yenidən özə gələ bilmir. Bərdədən sonra biz artıq bu dövrdə Gəncə şəhərinin Şəddadilər dövlətinin paytaxtı seçilməsi ilə Gəncənin inkişafı haqqında məlumat əldə edirik ki, yəni artıq Gəncə öz inkişafına görə Bərdəni üstələyir. Daha sonra növbəti Slavyanların yürüyüşü 987-ci ildə baş verdi. Belə baş verdi ki, Dərbənd hakimi yerli əyanlara qarşı mübarizə aparmaq üçün özdən kömək axtarırdı. Buna görə Slavyanları köməyə çağırdı və Slavyanlar köməyə gəlib Dərbənd hakiminə kömək edirlər və geri qayıdan zamanda onların bir dəstəsi Dərbənd hakiminin yanında qalmışdı. Sonra 1030-cu ildə Slavyanların növbəti yürüyüşü baş verdi. Onlar 1030-cu ildə gələn zaman Şirvanşahlar dövləti üzərinə hücum etdilər. Bu zaman Şirvanşah hökmdarı 1-ci Mənüçühür adlı şəxs idi ki, Araz çayının qarşısını bəndlə kəsərək bu yürüyüşün qarşısını almağı bacardı və deməli o Slavyanları geri qaytarmağı bacardı. Yəni eyni zamanda 1030-cu ildə digər bir tərəfdən, ötən dəfəki dərsimizdə mən sizlər üçün söyləmişdim ki, Şəddadi hökmdarı Musa ibn Fəzl hakimiyyətdə idi. Onun hakimiyyətinə qarşı Beyləqanda qardaşı üsyan qaldırmışdı. Bu üsyan zamanı Musa ibn Fəzl məhz Slavyanların köməklə istifadə etdi və Slavyanlar onun çağırışına əsasən Beyləqana gəlib üsyanı yatırdılar. Beyləqan əhalisini divan tutdular, xeyli qənimətlə öz ölkələrinə döndülər. 1032-ci ildə Slavyanların növbəti yürüyüşü baş verdi. Bu dəfə onlar Alan tayfaları və Sərir tayfaları birlikdə iştirak edirdilər. Alanlar bilirsiniz ki, türk mənşəli tayfa idi, Slavyanlar rus mənşəlidir. Sərirlər də Dağıstanda yaşayan xalqlardan biri idi ki, onların üçünün birləşməsi nəticəsində 1032-ci ildə Şirvanşahların paytaxtı Şamaxıya, yəni Yezidiyyə şəhərinə yürüyüş baş verdi. Bu zaman Şamaxı böyük bir qətillərə məruz qaldı. 10 minə yaxın insan öldürüldü. Lakin burada yerli əhalinin və Dərbənd hakiminin köməyi ilə Slavyanların dəstələri məğlubiyyətə uğradıldı və ölkədən çıxmağa məcbur edildi. Əgər diqqətlə fikir verdinizsə, mən söylədim ki, 909-cu ildə və 1032-ci ildə Slavyanları məğlub edən yerli əhali idi. Yerli əhalini məğlub etməsi hər ikisində oxşar cəhət kimi götürülə bilər. Ardınca 1033-cü ildə
Alan və Slavyan tayfaları yenidən gəldilər ki, Azərbaycan Dərbənd hakimindən qisas alsınlar, lakin yenə də Dərbənd hakimi tərəfindən məğlubiyyətə uğradılıb geri döndülər. Və kitabda burada qeyd olunmayan, amma növbəti mövzularımıza keçəcəyimiz sonuncu Slavyan yürüşü 1175-ci ildə baş verdi. Yenidən Şirvanşahların ərazisindən baş vermişdi. Şirvanşah hökmdarı 1-ci Axistan adlı şəxs idi ki, o burada gürcülərin köməyindən istifadə edərək Slavyanların yürüşünün qarşılanmağı bacarmışdı. Slavyan yürüşləri haqqında bu qədər. Yəni Slavyanların yürüşü böyük bir qətl, qarətçilik yürüşləri idi. Onlar çox böyük zərbələr vururdular həm yerli əhalinin özünə, həm əmlaklarına. Amma ki, ən sonunda 1175-ci ildən sonra Slavyanların yürüşü haqqında heç bir məlumat qeyd olunmur. Oldu, sağ olun, hələlik.